Salam. Video müraciətimi izləyən hər bir kəsdən artıq dərəcədə xahiş edirəm ki, kanala abunə olun və bəyənib paylaşmayınızı xahiş edirəm. Ona görə bunu bildirirəm ki, bu gün mənim üzləşdiyim məmur özbaşınalığı ilə, qanunsuzluqla sabah hər bir vətəndaş üzləşə bilər. Heç kim hal-hazırki dövrdə məmur özbaşınalığından sığortalanmayıb. Çünki xüsusilə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi məmurlarından və İcra Prokurorluğu şöbəsi məmurlarından. Oğru quldur, qanun tanımayan, dövlətin məhkəmə qətnamalarını öz bir dənə məmurlarının güdazına verən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, rüşvət olmadan məhkəmə qətnamalarını icra eləməyən Lənkəran İcra Prokurorluğu şöbəsindən şikayət eləməkdən, cənab prezident, mən daha yoruldum. Cənab prezident, yenə də sizə müraciət edərək bildirirəm ki, mən vətəndaş olaraq nə sosial şəbəkələrdən, nə boş vasitəsilə yazdığım şikayət məktublarını boş-boşuna əsası olmadan eləmirəm. Əvvəla budur ki, əlində məhkəmə qətnamaları var, qanuni şəkildə öz müraciətlərimi edirəm, həm qanuni, həm də sosial şəbəkələrdən cənab prezident, bu haqda sizə səslənirəm. Sosial şəbəkələrdə ona görə səslənirəm ki, cənab prezident, siz şəxsən özünüz vətəndaşlara bildirmişsiniz ki, məmur özbaşınalığı, üzləşdiyiniz qanunsuzluq, haqsızlıq, xaosa görə sizə şikayət məktubu yazaq, müraciət edək, siqnal verək, məlumat verək, elektron ünvanınıza e-maillər göndərək. Yenə də bildirəm ki, cənab prezident, 5 ildir ki, eyni halda mən həm məktub, şikayət məktubları, telegramlar, e-mail, poçtlar göndərmişəm və son 2 ildə səsimi sizə sosial şəbəkələrdən çatdırmağa çalışıram. Lakin bugünkü günə qədər 75 dövlət qurum rəhbərlərinin qabulunda olduğum halda bu 75 nəfərin içərisində sizin köməkçiləriniz də daxildir bu siyahıya. Mehriban xanım Əliyevanın katibliyi də daxildir, Ədliyyə Nazirliyi, Baş Prokurorluq, mana olunan hədə-qorxulara görə Daxili İşlər Nazirliyi, Ombudsmanlıq, Ekologiya Nazirliyi, İcra Baş İdarəsi, yəni bütün baş nazirin köməkçisi, yəni bütün qurumlar bura daxildir ki, mən 74-75 qəbul keçirmişəm, lakin şablon cavabdan başqa heç bir şey əldə edəməmişəm. Nə sizə yazdığımız, nə də Mehriban xanıma yazdığımız məktublar sizə çatdırılmır, oğurlanır, ya yolda oğurlanır, ya da prezident administrasiyasında. Hətta sizin köməkçilərinizdən qəbulanda olduğumda da xahiş eləmişəm ki, məktublarımızı, şikayət əllərimizi mənə olan dövlət qurumudur, şəxsdir deyə cənab prezidentə də çatdırılsın. Heç bir çatdırılmır. Həmçinin Mehriban xanım katibliyindən də dəfələrlə xahiş eləmişəm. Heç bir nəticə əldə eləyə bilməmişəm bugünkü günə qədər. Yenə deyirəm, cənab prezident, bizim sizə səslənməyimizin səbəbi sizin vətəndaşlara olan müraciətiniz əsasındadır. Cənab prezident, yenə bildirmək istəyirəm ki, yəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu qədər acizdir ki, bir vətəndaşın əmlakını mənimsəyir. Bu qədər bunlar acizlər, bu qədər bunlar acgözlər, bu qədər bunlar qudurğandılar. Yəni bunların gözləri heç nəyi görmür ki, siz dəfələrlə məmurlara səsləndirdiyiniz halda bir belə həbslər gedir özbaşınalığa görə, rüşvətxorluğa görə. Bunlar heç bir dərs çıxartmırlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Lənkəran İcra Prokurorluğu, bunlara heç nəticə çıxartmırlar. Xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi. Bunu mənim dədəm yazmayıb, babam yazmayıb, özüm yazmamışam. Bunun məhkəmələr mənim xeyrimə qərar çağırıb. Deməli, mən haqdayam ki, mənim xeyrimə qərar çağırıb. Deməli, siz oğrusunuz ya, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məmurları. Özbaşınasınız, quldursuz, haqq yiyənsiniz, rüşvətxorsuz, qanunsuz əməlləriniz var ki, dövlətin məhkəmə strukturu araşdırmalardan sonra məni haqlı çağırdı, sizi yox. Siz dövlət qurumu olaraq mənə borcusunuz. Amma mənim əmlakım sizdə qala-qala, mən özüm acından ölürəm. 180 manat gözümə görə pensiyalarımı da 2 ayda, 3 ayda 180 manat olub. Bunu qaza verim, xəstəliyimə verim, övladlarımı saxlayayım, xəstə anamı saxlayayım. Mən bunu nəyə çatdırım?
Gəlin siz 180 manat yox, 1800 manatla yaşayın. Sizdən 1800 manat siz uşağıda məktəb pulu məktəbə gedəndə verirsiniz siz. Hala orta məktəbə gedəndə. Çünki oğrusuz, çünki haramxorsuz, ay məmurlar, ay Ekologiya Təbii Sərvətlər Nazirinin məmurları, haramxorsuz, rüşvətxorsuz, ona görə sizin bağlarınız bahalı maşınlarda, özünüz bahalı villa, milyonluq villalarda, Allahın köməyi ilə də bayaq ki, o birisi videodan düşəm, DTX yavaş-yavaş burnunuzdan gətirir. Allah Dövlət Təhlükəsizlik Xidmətinə kömək olsun. Hamımızın burnundan gətirib bir dənə də gətirəcək. İnşallah sizin qurumda da o yoxlanışlar olacaq. Qanunsuzluqlar öz başına da hamısı üzə çıxacaqsın. Sonda yenə də üzüm Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə müraciət edirəm. Cənab Prezident, bunlar məhkəmə qətnamalarıdır. Dövlət qurumunun mənim xeyrimə çıxartdığı məhkəmə qətnamaları. Xahiş edirəm, bu qanunlara, bu qətnamalara sahib çıxın. Bu qətnamaların çıxardılması dövlətin adından çıxardılır. Bu dövləti təmsil edir. Burada dövlətin gerbi var. Bu dövlətin gerbidir. Bunları dövlətin adından çıxardılır. Xahiş edirəm, bunların qanuni həllini tapmasına, icrasını tapmasına mənə köməklik eləyin. Və bu məsələni şəxsi nəzarətə götürün, cənab Prezident.